istəyirəm, kim bilirsə cavab verə bilər. Büsbütün sifətin hansı dərəcəsindədir? Büsbütün sifətin hansı dərəcəsindədir? Deyim müəllim. Buyur. Adi məna. Yox, büsbütün ümumiyyətlə sifət deyil, zərfdir. Bəs bombuz hansı dərəcədədir? Adi dərəcə. Adi dərəcədə. Niyə adi dərəcə götürürəm? Çünki bu söz isimdir. Əsas hissə isimdir. Yaxşı, sonra bəs dümdüz və dümağ sözlərinin hansı dərəcədədir? Birinci belə verim sualımı. Denən. Dümağ çoxaltma dərəcəsindədir. Dümdüz zamanda çoxaltma. Çoxaltmadır. Bəs yaxşı, bunların nə fərqi var? Əla, bəli. Əla, dümdüz morfoloji üsulundan düzəlib, M-pırısı. Dümağ isə düm hissəci ilə, yəni sintaktik üsulundan düzəlib. Əla. Bir dənə də sualımı verəcəm. Sifət düzəldən hansı şəkilçilər sifətin yalnız hansı sualına cavab verir? Bu sualı bilsəz, elə bir dənə testin sualı hazırdır. Yox, sifət düzəldən hansı şəkilçi? Sifətin nə cür sualına cavab vermir, yalnız hansı sualına cavab verir? Dakı, dəki, bir də ki. Məsələn, indiki hadisə. Necə hadisə deyə bilmirsən, deyirsən hansı hadisə? Məsələn, evdəki uşaq. Necə uşaq deyə